Beşinci mövzu. Qeybi və bununla bağlı məsələləri bilməyi iddia etmək. Qeyb, keçmişdə, hazırda və gələcəkdə ağıllara və gözlərə gizli qalan hər bir şeyə deyilir. Nöqsansız olan Allah bunu yalnız özünə aid etmişdir. Uca Allah buyurur: De, Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Ən-Nəml surəsi 65-ci ayə. O həmçinin buyurur: Allah qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Ər-Ra'd surəsi 9-cu ayə. Demək, qeybi Allahdan savayı nə göndərilmiş bir peyğəmbər, nə də yaxın olan bir mələk bilmir. O ki, qalsın onlardan qeyriləri. Uca Allah Nuh əleyhissalam barəsində demişdir: Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Hud surəsi 31-ci ayə. Hud barəsində isə buyurur: Hud dedi: Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Əl-Əhqaf surəsi 23-cü ayə. Uca Allah Rəsulu Muhammedə sallallahu aleyhi və səlləmə belə buyurur: De, mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Əl-Ənam surəsi 50-ci ayə. Həmçinin Uca Allah buyurur: Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: Doğru danışanlarsınızsa bunların adlarını mənə deyin. Onlar dedilər: Sən pak və müqəddəssən. Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur. Həqiqətən sən bilənsən, müdriksən. Əl-Bəqərə surəsi 31 və 32-ci ayələr. Uca Allah bəzi bəndələrinə vəhiy vasitəsilə müəyyən qeybi məsələləri bildirir. O buyurur: O qeybi biləndir və öz qeybini heç kəsə açmaz, razı qaldığı elçidən başqa. Həqiqətən Allah onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır. Əl-Cin surəsi 26-28-ci ayələr. Allahın bildirdiyi qeybin bu növü bəzi insanların bilib, digərlərinin isə bilmədiyinə görə nisbi qeyb sayılır. Mütləq qeybə gəlincə isə bunu Allahdan başqa heç kəs bilmir. Allah qeybi yalnız özünə məxsus etdiyi halda, kim bunu bildiyini iddia edə bilər. Odur ki, hər bir müsəlman Allaha iftira yaxan, qeybi bildiyini iddia edən yalançılardan uzaq durmağa çalışmalıdır. Bu cür sehirbaz, yalançı və münəccimlər həm özləri haqq yoldan azırlar, həm də bir çox insanları azdırırlar. Bu məqamda qeybi bildiyini iddia edənlərin, avam insanları çaşdıranların, onların əqidələrini və imanlarını körlayanların etdikləri əməllər barəsində söhbət açacağıq. 1. Sehir. Lüğəvi mənada sehir gizli qalan və səbəbi incə olan mənasındadır. İstilahi mənada isə sehir bədənlərə və qəlblərə təsir edib, Allahın izni ilə insanı xəstələndirən, öldürən, yaxud ərlə arvadı bir-birindən ayıran cadulara, ofsunlara və düyünlərə deyilir. Sehir küfürdür və sehirbaz əzəmətli Allaha qarşı küfr etmiş sayılır. Axirətdə isə onun heç bir payı olmur. Uca Allah buyurur: Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı, lakin şeytanlar Sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər, biz ancaq bir sınağıq, sən gəl kafir olma deməmiş, onu heç kəsə öyrətmirdilər. Yahudlər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir. Kaş bunu biləydilər. Əl-Bəqərə surəsi 102-ci ayə. Düyünlərə üfürmək də sehir sayılır. De, sığınıram sübhün Rəbbinə, məxluqatının şərindən, çökən zülmətin şərindən,
düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən. Əl-Fələq surəsi 1-5-ci ayələr. 2. Münəccimlik. Bu, göydə baş verən hadisələrin yerdə olacaq məsələlərlə əlaqələndirilməsinə deyilir. İbn Abbas Rasulullahın sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Ulduzlar barəsində elm alan sehirdən elm almış olar. Elmi artdıqca sehri də artar. Hədisi Əbu Davud rəvayət etmişdir. 3. Quş uçurmaq və yerə xətt çəkmək. Qətən İbn Qəbi isə atasından rəvayət etmişdir ki, mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Quş uçurmaq, onu uğursuzluq əlaməti saymaq və yerdə xətt çəkmək sehirdəndir. Quş uçurmaq dedikdə onun adlarını, səslərini və uçduğu istiqamətlərini uğursuzluq əlaməti saymaq. Yerdə xətt çəkmək dedikdə isə xətt çəkib və ya daş atıb onunla qeybi iddia etmək nəzərdə tutulur. 4. Kahinlik. Bu da qeybi iddia etməyə deyilir. Bu əslində cinlərin mələklərdən bəzi xəbərləri oğurlayıb kahinin qulağına pıçıldaması ilə baş verir. Əbu Hureyra, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdi. Kahinin yanına gəlib onun dediklərinə inanan kəs, Muhammedə sallallahu aleyhi və səlləmə nazil olana qarşı küfr etmiş olar. Hədisi Əbu Davud, Əhməd və Hakim rəvayət etmişdir. 5. Əbcəd hərflərini yazmaqla olan sehir. Kabala. Bu, hər hansı hərfə müəyyən miqdarda rəqəmlər qoyub, onlara əsaslanaraq insan, zaman və məkan adlarını tutuşturmaqla bunun uğurlu və ya uğursuz olacağına dair hökm verməyə deyilir. İbn Abbas radiyallahu anhuma əlifba hərflərini yazan və ulduzlara baxıb qeybdən xəbər verən bir qövm haqqında demişdir. Bu əməlləri edənin Allah yanında bir payı olacağını güman etmirəm. Hədisi Əbdurrazaq Əl-Musannaf əsərində rəvayət etmişdir. 6. Ovuca və ya fincana nəysə oxumaq. Bununla bəziləri gələcəkdə baş verəcək ölümü, həyatı, yoxsulluğu, var dövləti, xəstəliyi, sağlamlığı və başqa bu kimi şeyləri bildiklərini iddia edirlər. 7. Ruhların çağırılması. Bunu edənlər ruhları çağırmaqla onlardan ölülər barəsindəki xəbərləri, onların nemət və ya əzab içində olub-olmadıqlarını soruşduqlarını iddia edirlər ki, bu da yalan və şeytani şarlatanlıqdan başqa bir şey deyildi. Bununla onlar insanların əqidəsini və əxlaqını körlamış və avam insanların başlarını tovlayıb mallarını haqsız yerə yemiş olurlar. 8. Xurafata inanmaq. Bu, quşun, ceyranın və ya digər heyvanın hər hansı bir istiqamətə getməsini uğurlu və ya uğursuzluq əlaməti saymağa deyilir. Bu, şeytanın vəsvəsələri və qorxutması ilə olan şirkdir. İmran ibn Husayn radiyallahu anhu, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Quş uçuran və bunu tələb edən, fala baxan və baxdıran, sehr edən və etdirən bizdən deyil. Kim falçının yanına gəlib onun dediklərinə inanarsa, Muhammed sallallahu aleyhi və səlləmə nazil olana küfr etmiş olur. Hədisi Bəzzar rəvayət etmişdir. Allahdan istəyirik ki, müsəlmanların işlərini yoluna qoyub, onlara dinlərini öyrətsin ki, onlar şeytanın dostlarının və hiləgərlərin toruna düşməsinlər.